Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Bu videomuzda yeni modelli monitorinqlərə hazırlıq 6-cı siniflər üçün yekun monitorinq 8-in izahını paylaşacağam. Bu izaha qədər bütün monitorinq sualları bir-bir paylaşılıb. Bundan sonra da hardasa yekun monitorinq 12 dənə olmalıdır. Yəni 4-5 dənə video izahımız qalıb. Hər bir izaha bir-bir baxmaq üçün kanala abunə olun, videolarımızı bəyənin, paylaşın ki, bu izahlardan ödənişsiz olaraq faydalana biləsiniz. Kanala abunə olduqsa, keçək sualların izahına. Sonuncu yarpaq ilk mətnimizdir. Mətni özünüz oxuyarsınız. Bir də vaxt getməsin deyə oxumuram. İlk sual. Consi yarpaqlar barədə nə düşünürdü? Son yarpaq düşəndə o da öləcək. Bəli, bu doğrudur. Yarpaqlar yazda geri qayıdacaq. Yanlışdır. Yarpaqlar xəstəliyi sağaldır. Yanlışdır. Yarpaqlar təsadüfi düşür. Yanlışdır. Cavab A variantı. Consinin psixoloji halı xəstəliyinə necə təsir etdi? Xəstəlik yüngülləşdi. Yanlışdır. Onu tez sağaltdı. Yanlışdır. Həkimə inandı. Yanlışdır. Yaşamaq istəməməsi vəziyyətini ağırlaşdırdı. Bəli, doğrudur. Psixoloji halı yaxşı deyildi. Ona görə də xəstəlik onu psixoloji halına görə daha da uçuruma aparırdı. Yəni yaşamaq istəməməsi vəziyyətini ağırlaşdırırdı. Üçüncü sual. Bermanın şah əsəri nə oldu? Öz portreti yanlışdır. Təbiət mənzərəsi yanlışdır. Həmin divarda yaşıl yarpaq rəsmi. Bəli. Yarpaqlar ağacdan tökülürdü. Consi də elə bilir ki, sonuncu yarpaq düşəndə o da öləcək. Ona görə də Berman divara yaşıl yarpaq çəkir ki, sonuncu yarpaq düşməsin. Yəni Consi həyatda qalsın. Bu doğrudur. Sue və Consinin portreti yanlışdır. 4. Berman hansı səbəbdən öldü? Yaşlı olduğuna görə yanlışdır. Soyuq və yağışlı havada yarpaq çəkdiyinə görə, bəli, soyuqdan ölmüşdü. O doğrudur. Consiyə dərman gətirdiyinə görə yanlışdır. Çətəlcəm xəstəliyinə görə yanlışdır. Mətnlə bağlı düzgün fikir hansıdır? Consi son yarpağı görəndə ümidini itirdi. Son yarpağı görəndə, yox, tam tərsinə, yanlışdır bu. Suyu Consini pəncərədən uzaqlaşdırmaq üçün çalışırdı. Bəli, doğrudur. Çünki o yarpağa baxmasın. Consi suyuya inci idi. Yanlışdır. Həkim Consinin sağalmayacağını dedi. Yanlışdır. Tam tərsinə, həkim sağalacağını dedi. Sadəcə ümidli olmalı idi. Hekayənin əsas ideyası nədir? Sənət həmişə yaşadır. Yanlışdır. Həyatda ümid və yaşamaq istəyi ən böyük gücdür. Bu doğrudur. Xəstəliklər qarşısında insan gücsüzdür. Yanlışdır. Yarpaqlar ömrün simvoludur. Yanlışdır. Burada əsas məsələ ümid idi. Gələcəyə ümidlə baxmaq. Mətnə əsasən Bermanda olan hansı xüsusiyyət diqqəti çəkir? Egosu, tənbəlliyi, mərhəmətliyi, məsuliyyətsizliyi. Təbii ki, Bermanın mərhəmətliyi, o divarda yaşıl yarpaq çəkir, hansı ki, bu onun həyatına bədəl olur. Yəni, çox mərhəmətli insan idi. 8. Mətndə hansı sualın cavabı yoxdur? Berman qızları haradan tanıyırdı? Bu sualın cavabı yoxdur. Consi hansı ştatdan idi? Biri Kaliforniyadan idi. Mətnin ən əvvəlində qeyd edir bunu. Baxın, deməli, Sue və Considir. Onlardan biri Maine ştatından idi, digəri Kaliforniyadan. Yəni, Sue Maine'dən, Consi Kaliforniyadan idi. Bu sualın cavabı var. Consi nə çəkmək istəyirdi? Consinin çəkmək istədiyi rəsmdə, mətndə qeyd olunub. Deməli, bu mətnin əvvəllərində qeyd olunmuşdu. Baxın, burada deyir ki, o bir gün Neapol körfəzinin rəsmini çəkmək istədiyini söyləmişdi. Neapol körfəzini çəkmək istəyirdi. Deməli, bu sualın da cavabı qeyd olunub. Sue niyə pəncərəni bağlamaq istəyirdi? Çünki o, düşən yarpaqları Consinin görməyini istəmirdi ki, həyata ümidi itməsin. Cavab A variantı. Bermana görə son yarpaq hansı məna daşıyırdı? Sevgi, təbiət möcüzəsi, qışın gəlməsi, ümid və iradə. Bəli, ümid idi bu. 10. Mətndə hansı fikrə rast gəlinmir? Consi yarpaqları sayırdı, doğrudur. Berman son yarpağı çəkdi, doğrudur. Consi sağaldı, doğrudur. Bermanın çəkdiyi yarpaq yarışda qalib gəldi. Səhvdir, heç bir yarışdan söhbət getmir burada. Növbəti mətnimiz rəqəmsal texnologiyalar və internet mətnidir. Yenə mətni özünüz oxuyun. 11-ci sual. Rəqəmsal bərabərsizlik nəyi göstərir? İnternet sürətinin artmasını yanlışdır. Bəzi insanların internetə çıxışın olmamasını, bəli, bərabərsizlik bu idi ki, bəziləri çıxa bilirdi, bəziləri yox. Mobil telefonların azalması yanlışdır. Sosial medianın rolu yanlışdır. Burada doğru cavabımız oldu B variantı.
Mobil cihazların yayılması cəmiyyətə hansı çətinlikləri yaradır? Təhsilin artması yanlışdır. Texnologiyanın dayanması yanlışdır. Təhlükəsizlik və balans problemləri. Bəli, bu doğrudur. Sosial medianın yox olması yanlışdır. Cavab C variantı. Smartfonların geniş yayılması hansı nəticəyə səbəb ola bilər? Ənənəvi telefonların üstünlüyünə yanlışdır. İnternetin istifadəsinin azalmasına yanlışdır. Mobil cihazların ləğvinə yanlışdır. Rəqəmsal savadlılıq və təhlükəsizlik problemlərinə bəli. Telefonların, yəni smartfonların, internetə çıxışların sayı artdıqca rəqəmsal təhlükəsizlikdə problemlər yaranır. Şəkildə və mətndə verilmiş məlumatlara istinad edərək düzgün fikri tapın. Qlobal rəqəmlər aktivliyin smartfonlara aid olan ən yüksək göstəricisi ABŞ-da müşahidə olunur. Biz rəsmə əsasən baxanda bu yanlış fikirdir. Çünki ABŞ-da 68%-dir, amma Birləşmiş Krallıqda 71%-dir, Çində 87%-dir. Yəni ən yüksək Çində idi. Deməli bu yanlış fikirdir. Dünyada 5.59 milyard insan internetdən istifadə edir. Bu fikir də yanlışdır. Mətnə gəlin baxaq, görək nə qədər insan istifadə eləyir. Deməli, mobil cihazlar geniş yayılmışdır. 5.78 milyard insan mobil telefon istifadəçisidir. 25-ci ilin əvvəlində olan məlumata görə dünyada 5.56 milyard insan internet istifadə edir. Yəni 5.56-dır bu rəqəm. Burada isə 5.59 yazılıb, səhvdir. Afrika əhalisinin 32%-ni internetdən istifadə etmir. Bu doğru fikirdir. Mətndə var. Mobil telefonlar internet trafikinin 61.8%-ni təşkil edir. Doğrudur. Cavab oldu B variantı. 15. Daha doğrusu C variantı oldu cavab. Üstəgəl qoyduq C-də. Şəkilə və mətnə əsasən yanlış fikirləri seçin. Qlobal əhalinin təqribən 67.9%-i internet istifadə edir. Gəlin mətnə yenidən baxaq. Görək nə qədər adam istifadə edir. Bu hissəyə baxın, deyir ki, qlobal əhalinin təqribən 67.9%-nə bərabərdir. Tamamilə doğrudur bu fikir. Deməli, biri doğru götürürük. Dünyada internetdən istifadənin ən aşağı göstəricisi Çindədir. Bu yanlışdır. Ən yuxarı göstəricisi Çindədir. Hindistanda mobil trafikin payı 63% təşkil edir. Gəlin baxaq. Hindistanda mobil trafik 63%. Bu doğru fikirdir mətnə əsasən. Braziliya əhalisinin 71%-i sosial mediadan istifadə edir. Bu fikir yanlışdır. Çünki 64%-i istifadə eləyir, səhvdir. Deməli, yanlışları istəyirsə cavab olacaq 2, 4, 1, 3 doğru, 2, 4 yanlışdır. Cavab D variantı. Növbəti mətnimiz yuxu və beyin mətnidir. Mətni yenə özünüz oxuyun. 16-cı sual. Aşağıdakılardan hansı yuxunun REM mərhələsində olur? Aktiv beyin fəaliyyəti doğrudur. Əzələ bərpası yanlışdır. İmmunitetin güclənməsi yanlışdır. Qan təzyiqinin düşməsi yanlışdır. Cavab A variantı. REM yuxusu ilə bağlı fikri seçin. REM-dən sonra gəlir, yanlışdır, əvvəl gəlir. Yuxu bu zaman görülür, səhvdir bu da. REM-də görülür. Hisslər emal olunur, bu fikir də yanlışdır. Bədən dincəlir və təmir olunur, bəli, bu REM-ə aiddir. Mətnə əsasən yuxu haqqında hansı fikir yanlışdır? Yuxuda beyin işləməyə davam edir, doğru fikirdir bu. Yuxu zamanı xatirələr təhlil olunur, doğru fikirdir. Yuxusuzluq insanı sakitləşdirir, tam tərsinə. Yuxu insanı sakitləşdirir, yuxusuzluq aqressivləşdirə bilər. Yuxuda sinaptik əlaqələr möhkəmlənir, doğrudur. Cavab C variantı. Mətndə hansı mövzuya toxunulmayıb? Yuxu yozmalarına bəli toxunulmayıb. Yuxunun mərhələləri var, yuxunun emosional vəziyyətə təsiri var, yuxunun fiziki sağlamlığa təsiri var. Cavab yuxu yozmaları, buna toxunulmayıb. 20. Mətnin giriş hissəsində nədən bəhs edilir? Yuxunun yalnız bədəni dincəltməsi səhvdir. Beynin yuxuda tamamilə passiv olmasından tamamilə passiv deyildi, səhvdir. Yuxunun sirli və aktiv beyin fəaliyyəti ilə dolu olmasından doğrudur. Yuxunun yalnız fiziki sağlamlıqda yalnız fikri səhvdir. Cavab C variantı. 21. Mətndə hansı suala cavab yoxdur? Yuxunun mərhələləri hansılardır? REM və NREM bu sualın cavabı var. Niyə insanlar bəzən yuxuda qorxulu obrazlar görür? Qorxulu obraz yoxdur ümumiyyətlə. REM yuxusu zamanı beyin hansı fəaliyyəti göstərir? Bu var. NREM ayrı, REM ayrı izah olunur. Yuxu zamanı yaddaş necə möhkəmlənir? Bu da var. Doğru cavabımız B bəndi. Yuxuda qorxulu obraz, mətndə ümumiyyətlə qorxulu obraz yoxdur. 22. Mətnə əsasən hansı bənddə səbəb-nəticə əlaqəsi pozulmuşdur? Yuxuda beyin fəaliyyət göstərir, beyin məlumatları emal edir. Nəticədə doğrudur.
Yaxşı yuxu yaddaşı möhkəmləndirir, nəticədə öyrənmə qabiliyyəti zəifləyir. Yox, yaddaşı möhkəmləndirirsə, öyrənmə qabiliyyəti güclənməlidir. Deməli, burada bir səhvlik var. Yuxusuzluq insanı gərginləşdirir, nəticədə insan depressiyaya düşə bilir. Doğrudur. REM yuxusunda beyin aktiv olur, yuxular canlı olur. Doğrudur. Burada yanlışlıq B bəndindədir. 23. Yuxu zamanı sinaptik əlaqələr hansı səbəblə vacibdir? Beyin passivləşir. Xeyr. Xatirələr silinir. Xeyr. Öyrənilənlər möhkəmləndirilir. Doğrudur. Sinirləri sakitləşdirir. Yanlışdır. Bu da cavab C variantı. Bu səbəbdən yuxu yalnız fiziki deyil, həm də zehni sağlamlıq üçün vacibdir. Cümləsi mətnin hansı abzasının sonuna əlavə edilə bilər? Deməli, burada fikir verin. Bu hissədə deyir ki, yuxuda isə bu əlaqələr möhkəmlənir və strukturlaşdırılır. Bu səbəbdən yaxşı yuxu yaddaşın möhkəmlənməsi və öyrənməsi effektivliyi üçün vacibdir. Sonra deyir ki, yuxu həm də emosional tənzimləmə baxımından böyük əhəmiyyət daşıyır. Uzun müddətli yuxusuzluq insanı əsəbi, gərgin və depressiya meyilli edir. Bu 6-cı abzasdır. İnsanı yuxusuzluq əsəbi eləyir deyir. Ona görə davamında deyə bilərik ki, bu səbəbdən yuxu yalnız fiziki deyil, həm də zehni sağlamlıq üçün vacibdir. Doğru cavab 6-cı abzas olacaq. 25. Mətnə əsasən beyin yuxu zamanı hansı fəaliyyəti yerinə yetirmir? Məlumatları emal edir, edir. Hissləri təkrar emal edir, edir. Hüceyrə bölünməsini idarə edir, mətndə belə bir şey yoxdur. Sinaptik əlaqələri tənzimləyir, bəli tənzimləyir. Yanlış fikrimiz oldu, C variantı. Dəyərli izləyicilər, bu yekun monitoring 8-in izahları idi. 25 sualın hər birinin bir-bir izahını paylaşdım. Siz də kanala abunə olaraq videolarımızı bəyənib paylaşa bilərsiniz. Bu videoları öz sinif yoldaşlarınıza, ətrafınıza göndərə bilərsiniz. WhatsApp statuslarınızda, məktəb qruplarında paylaşa bilərsiniz ki, hər kəs faydalanıla bilsin. Sağ olun. Növbəti izahlarda, növbəti videolarda görüşərik. Abunə olun ki, bundan sonra paylaşılacaq yekun monitoring 9, 10, 11 və 12-nin də izahlarına baxa biləsiniz. Sağ olun, növbəti izahlarda görüşərik.